Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizin üçün OTK-nın 5-ci sınağının izahatını verəcəyim. Suallarımıza keçirək. 31-ci sualda qeyd edilir ki, 1903-cü ildə Tiflisdə nəşr olunan Şərqi Rus qəzetinin redaktoru olmuş Azərbaycan ziyalısına aiddir. Təbii ki, ilk öncə Şərqi Rus qəzetinin redaktor olmuş şəxsi bilmək lazımdır və sonra onun fəaliyyəti barəsində məlumat olacaq. Bu Şaxdağ Teniskidir. Burada yazacaq Şaxdağ Teniski. İlk Milli Qiraətxana Nəriman Nərimanova aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin son iki hökumət kabinetini rəhbərlik etmişdir. Nəsib bəy Yusifbəliyə aiddir. Xüsusi Cənubi Qafqaz Komitəsinin Azərbaycan təmsil edir Məmməd Yusif Cəfərov. Voborq bəyannaməsini 2-ci Dövlət Dumasına üzv olub. Bəli, doğru cavabımız D variantında verilib. Voborq bəyannaməsini imzalayan isə ona görə həbs olunan Topçubaşov və İsmailxan Ziyadxanlı idi. Ona görə də Y variantı da yanlışdır. Digər bir sualımıza baxaraq. 1-ci Dünya müharibəsi dövründə Osmanlı imperiyası mübarizə aparmamışdır. İlk öncə 1-ci Dünya müharibəsini bilməliyik ki, 1918-ci ilin noyabr ayına qədər davam eləyib. Yəni 1914-dən başlayır. Zaqafqaziya Seymi ilə mübarizə aparıb. Yəni biz burada hansı ki mart-aprel aylarında gedən mübarizə Zaqafqaziya Seymi ilə müəyyən danışıqlar hansı ki Qars, Ərdahan, Batumla bağlı məsələlərlə yəni mübarizə aparıb. Bolqarıstanla doğru cavabımız Bolqarıstandır. Nəyə görə? Çünki Bolqarıstan əslində üçlər ittifaqı, deməli dördlər ittifaqının tərkibində idi. Yəni burada dördlər ittifaqına daxildir Almaniya, Avstriya, Macaristan, sonra Bolqarıstan daxil oldu və Osmanlı dövləti. Ona görə də müttəfiq olublar. Uyğun cavabımız B variantıdır. Xalq Komissarlar Soveti ilə mübarizə aparıb. Məsələn, biz burada Göyçay döyüşlərini götürə bilərik. Gürcüstanla mübarizə aparıb. Məsələn, noyabr ayında 1918-ci ildə, sonra 1918-ci ildə deməli Gürcüstanla da mübarizə aparıb. Həmçinin Sentral Kaspi diktaturası ilə, yəni Xalq Komissarları Sovetindən sonra Gürcüstan deməli Sentral Kaspi diktaturası ilə də mübarizə aparıb. Yəni bunlar Bakıda fəaliyyət göstərib. Həm Sentral Kaspi diktaturası, həmçinin də Bakı Xalq Komissarları Soveti və ona görə də hər ikisi ilə mübarizə aparıb. Buna görə də uyğun cavabımız B variantı olar. Digər bir sualımıza baxaraq 33-cü sualda deyir ki, Eradan əvvəl 3-cü əsrin 2-ci yarısına aiddir. Atropatena dövləti və eyni zamanda qədim Albaniya dövləti. Roma ilə dostluq münasibətlərinin saxlanması. Eradan əvvəl 3-cü əsrin 2-ci yarısında Roma ilə dostluq münasibətlərinin söhbət gedə bilməz. Selevkilərdən asılı vəziyyət düşməsi bəli 223-cü ildə Antioxun dövründə. Bariyak üsyanı isə dövlətçilik olmamışdır. Yəni dövlətçilik Atropatena dövləti yaradılmamışdır. Eradan əvvəl 327-ci ildə baş verib. Keçək Albaniya bölümündə yerli hökmdarlara aid olan pul vaidlərinin kəsilməsi 3-cü əsrin 1-ci yarısındadır. Bu 2-ci yarısı deyil. Ona görə bunu səhvdir. Roma İmperatoru Adrianla dostluq əlaqələrinin saxlanması 2-ci əsrə aiddir. Bizim yerdən 2-ci əsri götürmürük. Feodal münasibətlərin yaranmağa başlanması. Bir dəqiqə yenidən yerli hökmdarlara aid olan pullar. Yerli hökmdarlara aid olan pulların kəsilməsi 3-cü əsrin 1-ci yarısında olduğu kimi 2-ci yarısında da aid ola bilər. Bunu götürürük. Adrianla 2-ci əsrdə dostluq münasibətləri olub. Feodal münasibətləri 3-cü əsrdən başlayır. Bunu götürə bilmərik. Deməli 1-də B, 2-də A doğru cavab olar. Uyğun cavabımız C variantında verilib. Digər 33-cü suala baxdıq və 34-cü suala baxırıq. Burada qeyd edilir ki, 1-ci Dünya müharibəsində Almaniya müttəfiq olan Osmanlı dövlətinə qarşı xain addım ataraq Sovet Rusiyası ilə saziş bağladı. Almaniya hökuməti gizli sazişə əsasən müəyyən qədər neftin müqabilində Bakını Azərbaycan Osmanlı qoşunlarından qorunmaqla bağlı öhdəlik götürdü. Yəni burada Sovet Rusiyası Azərbaycanda hakimiyyətini bərpa edə bilmədi. Burada uyğun cavabımız elə A variantıdır. 1-ci Dünya müharibəsi dövrünə düşmür. Bakıda hakimiyyətini bərpa edə bilmədi. Doğrudur. Almaniya hakim dairələri AXC hökumətinin üzvlərini öz tərəfinə çəkməyə nail oldu. Xeyr, nail olmadı. İlk siyasi böhran bu hadisələr təxminən düşür avqust ayında 1918-ci ilin avqust ayında olduğuna görə, yəni bu saziş avqust ayında olduğuna görə ilk siyasi böhran isə iyun ayında baş verir. Bu Osmanlının gəlişi, Nur Paşanın gəlişi ilə olub. Densterville'in başçılığında İngiltərə qoşunları Bakı şəhərini ələ keçirdi. Bu da yanlışdır. Burada doğru cavabımız olur. Deməli A variantı. Bakıda fəaliyyət göstərən Xalq Komissarları Sovetinin
hərbi mövqeyi möhkəmləndi. Burada artıq avqust ayında Xalq Komissarlar Soveti fəaliyyət göstərmirdi. Ona görə də elə A variantı uyğun cavab olacaqdır. 35-ci sualda yeni iqtisadi siyasət haqqında proqram irəli sürdü. Vyetnam müharibəsini başa çatdırdı. Vyetnam müharibə başlayıb Lyndon Johnsonun dövründə, başa çatıb Richard Nixonun dövrünə. Ona görə də uyğun cavabımız B variantı olar. Digər 36-cı sualda antiterror əməliyyatından əvvəlki dövrə aiddir. Antiterror əməliyyatı baş verib 2023-cü ilin sentyabr ayında. Deməli, Şuşada Azərbaycanlıların 5-ci qurultayın keçirilməsi 2022-ci ildə. Doğru cavabımız A variantıdır. Xocalıda memorial kompleksi 2024-dədir. Rusiya sülh məramlarının Qarabağ iqtisadi rayonundan çıxarılması 2024-cü ildə baş verib. Xankəndidə Zəfər paradı müharibədən sonradır. Yəni lokal antiterror əməliyyatından sonraki dövrə düşür. 2023-cü ilin noyabr ayı. Böyük qayıdış çərçivəsində Şuşada ilk ailələrin köçürülməsi. İlk ailələr böyük qayıdış çərçivəsində Şuşaya deyir burada. Şuşaya köçürülmədi axı. Bu Zəngilan rayonunun Ağalı kəndində köçürüldü. Ona görə də bu sizi çaşdırmasın. Ona görə də burada sualın doğru cavabı A variantı olacaq. 36-cı sualda bu çaşdırıcı məqsəd daşıyır. Ona görə də A variantı uyğundur. Digər bir sualımız 36-ya baxdıq və 37-ci suala baxırıq. Şah 1. Abbas və Nadir xan Əfşara aid olan ortaq cəhət. Rusiya ilə diplomatik danışıqların aparılması. Bəli, Şah Abbasın dövründə də olub. Rusiya ilə Moskva knyazlığı ilə dostluq əlaqələri saxlayıb. Səfəvilər dövlətinin sərhədlərinin bərpa edilib. 1. Abbasın dövründə də Nadir xana da aiddir. Doğrudur. Xorasanın Şeybanilərdən azad edilməsi. Xorasanda qiyamı yatırıb, amma Şeybanilərlə bağlı deyildi. Mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyini yaratmışdı. Məsələn, 1. Abbasda mərkəzi Ərdəbil olmaqla idi. Burada isə Təbriz bəylərbəyi bu Nadir Şaha aid. Deməli, bu da yanlışdır. Deməli, bu 4 rəqəmi olanları götürməsək, təbii ki, burada 1 də 2 cavabıdır. Burada 1 ilə 2, yəni A variantı uyğundur. Bu da 3-ü də götürmürük ki, Xorasanda düzdür üsyan baş vermişdi, amma Şeybanilərlə bağlılığı yoxdur bunun. Ona görə də 3-ü götürmürük. Burada uyğun cavabımız 1-dən 2-yi götürəcəyik. 38-ci sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Avropa 16-cı əsrdə İngiltərə və eyni zamanda Almaniya. Tudorlar sülaləsi 1485-ci ildə olduğu üçün 15-ci əsrə aiddir. 15-ci əsrə aid olduğu üçün, yəni A variantını götürə bilmərik. Anglikan kilsəsi 16-cı əsrə olduğu üçün aiddir. Torpaq sahələrinin çəpərləmələr baş verib, bəli, 16-cı əsrdə götürürük. Deməli, bir də məlum məsələdir ki, bir də BC olan variantı. Sualın doğru cavabı Y variantıdır. Digər hissəsinə baxırıq. Ölkədə parçalanmaya son qoyulması. Xeyr, parçalanmağa son qoyulmadı. Bu dövrdə əslində 16-cı əsrdə parçalanma rəsmiləşdi. Bundan sonra daha da ziddiyyətlər artmağa başladı. Xeyli müstəmləkələrə sahib olması bu İspaniyadadır. Bu Almaniyaya aid deyil. Protestantların dini azadlığın tanınması. Bəli, bu Augsburg sazişinə görə 1555-ci illədir. Deməli, burada bir də BC, 2 də C ilə Y variantında doğru cavabımız düzgün verilib. Digər bir sualda 19-cu əsrin ikinci yarısında Bakı şəhərinin mədəni həyatında baş vermiş yenilikdir. Quberniya mərkəzinin çevrilməsi 1859-dur. Lakin burada mədəni həyatdan söhbət gedir. 19-cu əsrin ikinci yarısına aid olsa da mədəni həyatına deyil. İlk Qazan məktəbi isə Şuşada fəaliyyəti başlayıb. 1830-cu il bu aid deyil. Orta təhsili verən, yəni mədəni həyat deyilsə, ümumiyyətlə elm, mədəniyyət, məsələn deyək ki, teatrla bağlı və yaxud memarlıqla bağlı bir hadisələr ola bilər. Burada Qız Gimnaziyası 1874-cü ildə Nina Qız Gimnaziyası fəaliyyət göstərib. Ona görə də elə 19-cu əsrin ikinci yarısına aid olan C variantıdır. Şəhər islahatı da həyata keçirilib 19-cu əsrin ikinci yarısında. Lakin yəni burada mədəni həyatla bağlı deyəndə yenə də təhsillə, elmlə bağlı və yaxud daha olan hadisələrdə şəhər islahatının keçirilməsi deyil. Müəllimlər seminariyası isə fəaliyyətə başlayıb 1916-cı ildə. Bu da mədəni həyata aid olsa da bu 20-ci əsrin əvvəllərinə aiddir. Ona görə də elə C variantı uyğun cavab olacaqdır. 19-cu əsrin ikinci yarısına aid götürürük. Digər bir sualımız, yəni 40-cı suala baxaraq, deməli baxdıq 39 və 40-cı suala baxırıq. Burada qeyd edilir ki, deməli qədim Hindistanın Ari tayfaların məskunlaşdığı minillikdə qədim Misir dövləti. Ari tayfaları 2-ci minillikdə məskunlaşıb, eradan əvvəl 2-ci minillikdən söhbət gedir. Yuxarı Misir və aşağı Misir padşahlığı tərəfindən vahid dövlətə birləşmişdi. Yuxarı Misir padşahlığı tərəfindən vahid dövlətə birləşmişdi. Bu 4-cü minin ikinci yarısına aiddir. Ona görə də burada A variantını götürmürük. A ola bilməz.
Makedoniya imperiyasının yürüşünə məruz qalıb. Makedoniya 332-dir, 4-cü əsrə aiddir. Yəni B variantı da ola bilməz. Hetlərlə Kadeş müqaviləsi. Bəli. Kadeş müqaviləsi 1286-cı ildədir. 1286. Bu da 2-ci minliyə aiddir. Yəni eradan əvvəl 1286 2-ci minliyə aiddir. Uyğun cavabımız C variantıdır. Roman əyalətini eradan əvvəl 30-cu ildə keçib düzgün deyil. Memfis şəhərinə, paytaxtı Memfis şəhərinə köçürmüşdür. Paytaxtı əslində Fif şəhərinə köçürüb. Memfis ilk paytaxtıdır. Ona görə də bu da yəni çaşdırıcı xarakterdir. Bunu da götürmək olması ilə A variantı. Deməli burada doğru cavabımız bizim olacaq C variantıdır. Doğru cavabımız yəni A yox, C variantıdır burada. Kadeş müqaviləsinin imzalanması. Yəni A burada səhvən qeyd olunub. Kadeş müqaviləsi olmalıdır. Yəni C variantıdır. Digər bir sualda Rusiyada 1-ci Pyotrun həyata keçirdiyi islahatların nəticəsidir. Daimi nizami ordu və ilk hərbi donanma yaradıldı. A variantı ilə doğru cavabımızdır. Zadəganın imtiyazı təbəqə çevrilməsi rəsmiləşdirdi. Bu Yekaterina aiddir. Qanunverici və məhkəmə səlahiyyətinə aid olan kollegiyalar. Kollegiyalar yalnız icra edici səlahiyyətinə malikdir. Qanunverici və məhkəmə səlahiyyətinə isə senat aiddir. Bu aid deyil. Xaricdən gətirilən məhsullara gömrük rüsumu azaldıldı. Əslində artırıldı. Çünki 1-ci Pyotr proteksionizm siyasəti yürütmüşdü. Dövlət kilsənin ümumi nəzarətinə keçdi. Əslində kilsə dövlətinin nəzarəti altına keçdi. Deməli elə A variantı uyğun cavabdır. Digər bir sualımızda Təbrizdə 29 Bəhmən üsyanı haqqında deyil. Bu təbii ki 1978-79-cu ildə baş vermiş üsyandır. Qacarlar və İngiltərə hökumətləri arasında bağlanmış müqavilə. Qacarlar deyildi, onda Pəhləvilər olub. Bu elə kökündən yanlışdır. İkinci Dünya müharibəsində Cənubi Azərbaycan, İkinci Dünya müharibəsindən sonradır. Bu İkinci Dünya müharibəsində deyil. Deməli, Pəhləvi monarxiyasına qarşıdır. Bəli, bunu götürürük. Pəhləvilərə qarşı. Rıza Şahın polis rejiminə qarşı. Yanlışdır bu. Rıza Şaha qarşı deyildi. Burada artıq Məhəmməd Rıza Şah hakimiyyətdə idi. Ona görə də uyğun cavabımız olur. Yalnız 3, yəni Y variantı. Digər 43-cü sualda neolit və eneolit dövründən fərqli olaraq Tunc dövrünün insanlar həyatında baş vermiş dəyişikliklərdir. Duluzçuluqla məşğul olması fərqli olaraq deyir. Neolitdə də duluzçuluqla məşğul olub, Tuncda da bu oxşar cəhətli olduğu üçün götürmürük. Üzümçülük və şərabçılıq bəli orta Tunca aiddir, götürə bilərik. İstehsal təsərrüfatının mövcud olması hər iki dövrə aiddir, götürə bilərik. Əmlak bərabərliyinin dərinləşməsi aiddir. Deməli, burada 2 ilə 4-ü götürürük. Uyğun cavabımız Y variantında verilib 43-cü sualda. Və növbəti 44-cü suala baxsaq, burada qeyd edilir ki, Şirvanşahlar dövlətinin cədvəldə vermiş dövlətlərlə ümumi cəhətini müəyyən edin. Ümumi cəhətini müəyyən edin. Qaraqoyunlu dövləti və Ağqoyunlu dövləti. Teymurlər dövləti ilə mübarizə aparılması. Bəli, Şirvanşahlar da Teymurlərlə mübarizə aparır. Məsələn, 1405 Kür sahilinə döyüşü. Qaraqoyunlar Alaşkert döyüşü uyğundur. Cəlalirli dövlətindən asılı vəziyyətə düşməsi. Deməli, Qaraqoyunlar Cəlalirli dövlətinin mövcudluğu dövründə Qaraqoyun dövləti yox idi. B yanlışdır. 16-cı əsrdə süqut etmişdir. Qaraqoyun dövləti 16-cı əsrdə süqut etmiş. Şirvanşahlar dövləti 16-cı əsrdə süqut etməyib. Deməli, birdə B və C variantları, birdə B olan və yaxud C olan variantları siləcəyik. Burada birdə yalnız A variantı qalır. Burada da görürük ki, deməli, bir də C olanlara, bir də yalnız A variantı qalır. O uyğun cavabımız Y variantıdır. Amma Ağqoyunlarla bağlı nəyə görə? Qızıl Ordu dövlətinin hərbi yürüşlərinə məruz qalmayıb. Xeyr, yanlışdır bu. Hakimiyyətin Şərqi Gürcistana yayması, bəli, bu Uzun Həsən dövründə 74-77-ci ildə Səfəvilər dövləti tərəfindən süquta uğradılması. Bu da 1503-cü ildə baş verib. Yəni, həm Şirvanşahlar Şərqi Gürcistana yayıb öz hakimiyyətini, həm də Ağqoyunlar Uzun Həsən dövründə. Məsələn, burada 1-ci İbrahim idi, orada da Uzun Həsən Şərqi Gürcistana yayıb. Səfəvilər dövləti tərəfindən süquta uğradılması, bəli, Ağqoyunlu dövləti 1503-cü ildə, Şirvanşahlar 1538-ci ildə deməli, hansı ki, Səfəvilər tərəfindən süquta uğradılıb. Ona görə də uyğun cavabımız 1-də Y, 2-də BC olacaq. Digər bir sualımızda 45-ci sualda qeyd edilir ki, Səfəvi dövlətində, burada qeyd edilir ki, Səfəvi dövlətində hadisə nəticə əlaqələrinə aid olan əlaqələrin düzgün verildiyi bəndi müəyyən edin. 1587-ci ildə Saray çevrilişinin baş verilməsi Məhəmməd Xudabəndə hakimiyyətdən uzaqlaşdırıldı. Doğrudur bu. Məhəmməd Xudabəndə uzaqlaşdırıldı. 1591-ci ildə Təbrizdə Osmanlı əleyhinə üsyanın baş verilməsi Şərqi Anadoluda Cəlalə hərəkatının başlamasına təkan verdi.
Burada Təbrizdə Şərqi Anadoluda Cəlali hərəkatının başlamasını təkan verdi. Deməli, burada düzgün variant istəyir. 1605-də Sufyan döyüşündə Səfəvilərin qalib gəlməsi Osmanlı dövləti Mərənd müqaviləsini bağlamağa məcbur oldu. Xeyr, bu yanlışdır. Yəni 3 olan variantları götürmürük. 3-ü çıxırıq. Deməli 3 olan variantları aradan götürərik. Şah 1. Abbasın 1622-23-cü illərdə hərbi əməliyyatlar aparması, Bağdadda daxilmi Ərəb-İraqı yenidən Səfəvilər dövlətində birləşdirilməsi doğrudur. Bu da doğrudur. Deməli, burada doğru cavabımız 1 ilə 4, yəni C variantı olur. Təbrizdə Osmanlı əleyhinə üsyan başlamış Şərqi Anadoluda Cəlali hərəkatının başlamasına təkamül edir. Bu Təbrizdə söhbət gedir. Burada yəqin bu da yanlışdır. Burada uyğun cavabımız olar. Saray çevrilişi, Bağdadda daxil olan Ərəb-İraqı yenidən Səfəvilər dövlətini birləşdirdi. 4-də Şah 1. Abbasın apardığı hərbi əməliyyatlar nəticəsində. Doğrudur bu. Yəni 1-lə 4-ü götürürük. 46-cı sualda, digər bir sualda qeyd edilir ki, Ərəb xilafətinin Əməvilər və Abbasilər sülaləsinin hakimiyyəti illərində müharibə apardığı dövlətlərdir. Əməvilər və Abbasi sülalələrin hakimiyyəti illərində müharibə apardığı dövlətlərdir. Yəni biz burada Əməvilərdə Sasanilər yox, burada Sasanilər 651-də süquta uğradığı üçün bu heç birinə aid deyil. Yəni bir onlarları çıxmalıyıq. Xəzər xaqanlığı ilə hər ikisi mübarizə aparıb, düzdür, 3-ü götürə bilərik. Axunları da çıxarıq. Axun dövləti artıq bu dövrdə 567-də süqut etdiyi üçün 5 rəqəmdə ola bilməz, mümkün deyil. Burada qaldı 2 variantımız, yəni 2-3 və yaxud belə deyək ki, 3-4. 3-ü doğru hesab eləmişdik. Uyğur dövləti ilə. Ərəb xilafəti Uyğur dövləti ilə mübarizə aparmayıb. Yəni Uyğurlarla, ərəblər deməli Çinlilərlə mübarizə aparıb, lakin Uyğurlarla heç bir mübarizə, yəni 4 də yanlış, 4 ola bilməz. Bizansdan müharibə aparılıb, bəli. Bizansdan həm Əmərlər dövründə, həm də Abbasilər dövründə mübarizə aparılıb. Deməli, sualın doğru cavabı 2-3 D variantı olacaqdır. 46-cı suala baxdıq və növbəti 47-ci suala baxsaq, 47-ci suala baxırıq. Burada qeyd edilir ki, qədim Roma dövlətinin tarixinin Respublika dövründən fərqli olaraq imperiya dövründə. Deməli, biz Respublika dövrü 509-dan 27-yə qədər, imperiya dövrü 27-dən 395-ə qədərdir. İndi Respublika dövründən fərqli olaraq imperiya dövründə. Parfiya dövləti ilə üzərinə qələbə qazanmışdır. Parfiya üzərinə qələbə qazanılıb, həm Respublika dövründə, həm də imperiya dövründə. Bu oxşardır. Ona görə biri çıxarıq. Bir olan variantları çıxırıq. Xristianlar açıq ibadət etməyə icazə verilir. Bəli, Konstantinin dövründə bu imperiya dövrünə aiddir. Çiy Asiyada bir sıra ərazilər ələ keçirməsi bu hər iki dövrdə olub. Məsələn, Selevkilərlə mübarizə aparıb, qulların öldürməsini qadağan etmişdir. Bu Adrian dövrü, bu imperiya dövrünə aiddir. Deməli, elə 2 ilə 4-ü uyğun cavabımız C variantını götürürük. Digər bir sualda daha əvvəl deyir ki, daha əvvəl olmuşdur. İngiltərədə də ikinci parlament islahatının keçirilməsi. İkinci parlament olub 1867. Monroe doktrinası olub. Monroe 1823. İkinci imperiyanın yaradılması 1852 götürülür. 52 götürürük. Sadova döyüşü 1866. San Stefano 1878-də olduğuna görə indi bizdən nə istəyir? Daha əvvəl olmuşdur. Daha əvvəl olduğunu deyirsə, biz burada götürəcəyik Monroe doktrinasının elan olması. Yəni B variantı uyğun cavab olur. Digər 49-cu sualda Eyler-Venn diaqramı əsası uyğun bəndləri müəyyən edin. 11-13-cü əsrdə Azərbaycan şəhərləri Gəncə və Naxçıvan Şədadilər dövlətinin paytaxtı olub. Bəli, 11-ci əsrdə Şədadilərin paytaxtı olub. Təbii ki, Gəncə. A götürəcək Gəncə. Sonra Xarəzmşahlara qarşı üsyan baş vermişdir. Xarəzmşahlara qarşı 11-13-cü əsrdə hər ikisi həm Naxçıvanda baş verib, həm də Gəncədə baş verib. Məsələn, Gəncədə sənətkar Bəndərin başçılığı üsyan baş verib. B ortaqdır. Monqolların ilk yürüşü zamanı dağıntılardan xilas olmuşdur. Monqolların ilk yürüşü zamanı Gəncə, Naxçıvan. Deməli,
Monqolların ilk yürüşü zamanı dağıntılardan xilas olmuşdur. Naxçıvan da elə bir dağılmağa məruz qalmayıb. Yəni bunu əslində ortaq da götürə bilərik. Burada Yusif ibn Küseyri türbəsinin inşa olunması bu Naxçıvana aiddir. Cəlalilər dövlətinin paytaxtına çevrilməsi. Cəlalilər dövlətinin paytaxtı Bağdad olub və Təbriz olub. Bu heç birinə aid olmaz. Deməli, Y variantı heç birinə aid olmaz. Burada Y'ləri çıxırıq. Y olan variantları çıxırıq. Həmçinin deməli, 1-də olur A. Deməli, 1-də olacaq A, 2-də BC. Bir dəqiqə yenidən baxırıq. Monqolların ilk yürüş zamanı dağıntılardan xilas olması. Naxçıvan yəqin ki götürməyiblər burada. Yəni ona görə də biz ilk yürüş zamanı dağıntılardan xilas olmasını ortaq götürməliyik. Yəni BC ortaq variant yoxdur. Ona görə götürmürük. Deməli xilas olması Gəncəyə götürürük, AC-yə götürürük. 1-də deməli AC olur. 2-də D olur, 3-də B. Uyğun cavabımız elə A variantında verilmişdir. 49-cu sual A variantı. Və növbəti 50-ci suala baxsaq, burada deyir ki, xəritədə rəqəmlərlə verilmiş şəhərlərin hansına aid olan xüsusiyyətlər verilmişdir. Deyir ki, hansılara 10-cu əsrin birinci yarısında paytaxt şəhərlər olmuşdur. 10-cu əsrin birinci yarısında paytaxt şəhər olmuşdur. Deməli, yəqin ki, bu əvvəl Marağa, Təbriz olub. Sonra deyir ki, bir müddət Aranda məziyyətlərin iqamətgahı olmuşdur. Bir müddət Aranda məziyyətlərin iqamətgahı olub. Deməli, Bərdə olub. Bərdə götürürük. 2 var burada. Sonra Təbriz ola bilər. 4 var. 2-4 var. Sacilər də 2 paytaxtı Marağadır. Deməli, Marağada var. Deməli, sualın doğru cavabı 2-4-5 olmalıdır. Baxaq. Yəni, burada bir müddət Aranda məziyyətlər, bu Gəncədir daha doğrusu. 2 ola bilməz. 2-ni götürmürük. Deməli, Gəncə bir müddət Aranda məziyyətlərin iqamətgahı olub. Aranda məziyyətlərin iqamətgahı olub. Məziyyətlərin iqamətgahı Aranda deyir. Aranda olduğu üçün 2-ni götürməyəcəyik. 2-ni götürmürük. Deməli, deyir ki, burada Şamaxıdır. 10-cu əsrin birinci yarısında paytaxt şəhər olmuşdur. Bəli. Bu Şamaxını da götürə bilərik. Deməli, burada 1-4-5 uyğun cavab gəlir. 1-4-5. Gəncəni götürmədik. Bir müddət Aranda deyirik ki, məziyyətlərin Aranda məziyyətlərin paytaxtı. Yəni ona görə də Gəncəni götürmədik. Burada olacaq Şamaxı, 10-cu əsrin bir paytaxt şəhəri olub. Sacilər dövləti ilk paytaxtı Marağa şəhəridir. Paytaxt birinci yarısında paytaxt şəhəri olmuşdur. Bunu Təbriz deməli 10-cu əsrin birinci yarısında paytaxt şəhəri olmuşdur. Təbriz də bir dəqiqə yenidən baxaq bu suala, diqqətlə baxaq. Yanlışlığa yol verir. 10-cu əsrin birinci yarısında paytaxt şəhəri olmuşdur. Yəni bu Marağa şəhəri ola bilər. Deməli Marağa və Ərdəbil şəhəri olmalıdır. Yəni 10-cu əsrin birinci yarısında paytaxt şəhəri Şamaxı 918-ci ildə Şamaxıdır. Bunu götürürük. Bir müddət Aranda məziyyətlərin iqamətgahı olmuşdur. Məziyyətlərin iqamətgahı Aranda deyir. Sonra Sacilər dövlətinin ilk paytaxtı Marağa şəhəridir. Bu düzdür. Marağa verilib burada. 10-cu əsrin birinci yarısında paytaxt şəhəri olmuşdur. Rəvadilərin paytaxtı Təbriz olmuşdur. Yəni Marağa və Ərdəbil olsaydı bu götürə bilərdik. Deməli 4 heç birinə aid olmaz. 4-ü götürməyəcək. 4-ü aradan çıxardarıq. İndi burada 2-3-5 yaxud 1-2-5 olmalıdır. Deməli 2-5 düzdür. Burada 1-2-5 uyğun cavab olar. Deməli 2. Bir müddət Aranda məziyyətlərin iqamətgahı. Məziyyətlərin iqamətgahı əvvəlcə deməli Bərdə olub, sonra Gəncəyə köçürülüb. Deməli elə 1-2-5-dir. Uyğun cavabımız Y variantı olar. Sacilərin ilk paytaxtı Marağa şəhəridir. Bunu verib. Heç məlum məsələdir. 10-cu əsrin birinci yarısında sonra Naxçıvan da 3-ə də aid olanlar verilməz. Çünki Naxçıvana aid olan
10-cu əsrin əvvəllərinin heç bir məlumat yoxdur. Ona görə də 3 ilə 4-ü biz aradan götürürük. 3 ilə 4-ün aradan çıxardığında 1, 2, 5 doğru cavab alınır. 51-ci sualda qeyd edilir ki, Albaniya dövlətinin 5-6-cı əsrdə tarixindən fərqli olaraq 7-8-ci əsrlərdə, deməli 5-6-da fərqli olaraq dövlətin daxili müstəqilliyinə son qoyulmuşdur. 7-8-ci əsrlərdə 5-6-dan fərqli olaraq 7-8-də, bəli, daxili müstəqillik 705-də son qoyulub 8-ci əsrə aiddir. İrsi və şərti torpaq mülkiyyətçilərin mövcud olması bu oxşardır. Bərdənin paytaxt şəhəri olması. Bərdə oxşar cəhətdir. Həm 5-6-cı əsrlərdə artıq paytaxt Bərdə şəhəri köçürülüb. 7-8-də də o idi. Yəni bunu götürə bilmərik. Mehranilər sülaləsi tərəfindən idarə olunması. Bunu götürürük. Çünki 7-ci əsrdə burada Mehranilər sülələsidir. Burada deyir ki, 5-6-dan fərqli olaraq 7-8-də Mehranilər tərəfindən idarə olunması doğrudur. Deməli, sualın doğru cavabı 1 ilə 4, yəni C variantı olar. Dövlətin daxili müstəqilliyinə son qoyulması 7-8-ci əsrdə düzdür. 5-6-da belə bir şey yox idi. İrsi şərti torpaq mülkiyyətçilərin mövcud olması ola bilər. Bərdə paytaxt şəhərinin 1-ci dövrə aiddir. Deməli, 2 ilə 3-ü çıxsaq, burada 1-4 uyğun cavabımız C variantı olur 51-ci sualda. Və növbəti 51-ci suala baxdıq və 52-ci suala baxırıq. Burada qeyd edilir ki, 16-cı əsrdə Osmanlı dövlətinin Habsburqlara qarşı ittifaq qurduğu dövləti xəritədə göstərin. Bu təbii ki, Fransadır. Fransada 4 rəqəm göstərmiş ərazidədir. Burada da B variantı uyğundur. Bunu məsələn 1535-i yadda saxlayırıq. 35-ci ildə Fransa ilə əlaqələr qurmuşdu. Habsburqlar, yəni müqəddəs Roma, İspaniya və Avstriyanın deməli Avstriyaya başçılıq edən Habsburqlar sülaləsinə aid olan ittifaq qurulmuşdu. Ona görə 1535-i yadda saxlayırıq. Gəlin 53-cü sualda qeyd edilir ki, Heydər Əliyevin 1-ci prezidenti dövründə Azərbaycan Respublikasının xarici siyasətinə aid. 1-ci prezidenti dövrü olur 1993 və 1998-ci illərə aid edilir. Xarici siyasətdən söhbət gedir. Lissabon samiti Azərbaycan ərazi bütövlüyünün tanınması doğrudur. 53 dövlət tanıyır. Türkiyə ilə Ümid Körpüsü. Ümid Körpüsü hələ onun 92-ci ildədir, may ayında. Bu onun prezidenti dövrünə düşmür. İkini götürmürük. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin qoşulması 92-ci fevral ayında olduğu üçün götürmürük. Atəşkəs imzalanması doğrudur. Deməli, burada 1 ilə 4 uyğun cavab olur. 54-cü sualda Azərbaycan SSR-ə aid olan hadisələrin xronoloji ardıcılını müəyyən edin. İlk konstitusiyanın qəbul edilməsi 1921, hərbi kommunizm 20-ci ilə aid avqust ayı, birinci mütləq Türkoloji qurultayı 1926, Naxçıvan MSSR 1924-cü ilə aid olduğu üçün əvvəlcə olmalıdır 2-1-4-3 olmalıdır. Yəni burada olmalıdır 2-1-4-3 birinci. Sonra 20-ci əsrin 20-ci illərində baş vermişdi. Fransa və Belçika qoşunlarının Almaniya Ruhr bölgəsinə hərbi müdaxilə. Bu 1923 olduğu üçün 1 var. ABŞ tərəfindən Davos planının 1924-cü ilə aiddir. Bunu da götürə bilərik. SSR-in müdaxiləsi ilə Çexoslovakiyada kommunist rejiminin yaranması. Müharibədən sonra ümumiyyətlə Çexoslovakiyada kommunist rejiminin yaradılması 20-ci illərə aid deyil. Varşava müqaviləsi təşkilatı 1955 aid olduğu üçün bunu da götürmürük. Deməli, burada da 1 və 2 uyğun cavabda 55-də. Və 56-cı suala baxsaq, Teymur hökmdarı Şahruxun fəaliyyəti üçün səciyyəvidir. Səfəvilər dövləti diplomatik münasibətlərin qurulması xeyri yanlışdır bu. Səfəvilər dövləti 1447-ci ildə vəfat etdiyi üçün bu Səfəvilər dövləti yox idi. Qaraqoyun dövlətinin asılı salması bəli, Cahanşah asılı salır. Dövlətin paytaxtı Herata köçürür, doğrudur. Alaşkert döyüşündə məğlub olmur, qalib gəlir 1421-ci ildə. Şirvanşahlar dövləti ilə hərbi ittifaqın bağlanması, bu da doğrudur. Yəni, Alaşkert döyüşünə ittifaq bağlayır. Deməli, 2-3-5 uyğundur. Digər bir sualımızda deyir ki, 30-cu illər və 40-cı illər aid olan xüsusiyyətlər. Mərkəzi Şamaxı olan Xəzər vilayətinin yaradılması 1946-dır. Yəni, A bəndi 2 aid olar. Sonra Car böləkən cəmiyyətinin daxili müstəqilliyinə son qoyulması 1830-dur. Götürə bilərik bir də B. İlk Rus məskənlərinin salınması 30-cu il 20 oktyabr C gedir 1-ə. Bəzi xanlıqların daxili müstəqilliyinin saxlanılması. Yəni 30-40-cı illərdə elə bir xanlıq
Şimali Azərbaycanda demək olar ki, bütün xanlıqlar ləğv olunur. Yəni bu daxili müstəqillik qoruyub saxlanılmır, səhvdir. Şeyxülislam və müfti vəzifələrin təsdiq edilməsi 29-cu ildə, 1829-cu ildə aid olduğu üçün bunların heç birinə aid deyil. Deməli, bir də BC, 2 də A uyğun cavab olar 57-ci sualda. Növbəti 58-ci sual. Yəni burada studiyasiya tipi tapşırıqdır. Rusiyanın Cənubi Qafqazı ilə İngiltərenin geosiyasi maraqlarına ciddi təhdid yaradırdı. Napoleonla apardığı müharibələrdən söhbət gedir. Sonradan Avropa dövlətləri ilə münasibətlərinin siyasi və dəyişməsi Fransa-Rusiya arasında yaxınlaşmanı gətirib çıxardı. İngiltərə hökuməti Qacarlar dövləti əlaqələrini daha da gücləndir. Göstərdiyi maliyyə dəstəyi ilə Qacar dövlətinin 1809-cu ildə aparılan hərbiyə nisbətən üstünlük əldə edir. Birinci abzasda bəhs olunan koalisiyanın işini çətinləşdirən amillərdən birini yazın. Burada deyir ki, birinci abzasda bəhs olunan koalisiyanın işini çətinləşdirən. Yəni, hansı ki, Fransaya qarşı koalisiyanın deməli, edilən koalisiyanın işini çətinləşdirən, burada kontinental blokada ilə bağlı dekretin imzalanması ola bilər. Çünki Fransa ondan asılı olan ölkələrlə hansı ki, kontinental blokada adlı bir saziş imzalamışdı. İngiltərənin ticarəti qadağan etmək. Mətndə bəhs olunan dövrdə Rusiya-Fransa arasında müqavilə Tilsit müqaviləsidir. Məsələn, 1807-ci ildə bu dövrdə. Mətndə son cümləsini yazın. Qacarlar Rusun əldə etdiyi uğurlarının ikisini yazın. Burada mətndə Qacar qoşunları 1808-9-cu ildə aparılan əməli nisbi üstünlük əldə etməsinin şərait yaratdı. Qacar Rusun əldə etdiyi uğurlarının ikisini yazın. Məsələn, deyək ki, 8-9-cu illərdə orada Qarababa döyüşündə qələbə qazanmasını yaza bilərik. Orada komandanlığın dəyişməsi ilə bağlı müəyyən qərarları yaza bilərik. Diqqətiniz üçün təşəkkür edirik.